Salam, hər vaxtınız xeyir əziz dostlar. Bugünlərim şəhid Kənan Əmərli Elxan oğlunun evinə, ailəsinə ziyarətə gəlmişik. Bugün onlarda həm də mövluddur. 44 günlük vətən müharibəsi şəhid Əmərli Kənan. Allah rəhmət eləsin. Evinə, ailəsinə, valideynlərini görməyə gəlmişik. Bugün 8 mart Beynəlxalq Qadınlar Analar Günü. Bütün şəhid analarımızın simasında bütün qadınları, xanımları, anaları, bacıları təbrik edirəm. Təbrik edirik. Şəhid Əmərli Kənanın valideyni deməli Məhlikə müəllimə kollecdə müəllimə kimi çalışır.